Salamlar. Hər birinizi yeni gündən, yeni vlogdan salamlayıram canlar. Evimə, kanalıma hər biriniz xoş gəldiniz. Qızlar, biz xanımlar günümüzə nə ilə başlaya bilərik? Təbii ki, təmizliklə, işlə, güclə. Evdar xanımların işi, gücü bitməz. Mən də belə bir gözəl havanı görmüşkən, günü görmüşkən dedim ki, qoy pərdələri söküm, yuyum. Bir dənə qalıb bizim otağın, yataq otağının tülü, günlüyü çıxartdım yumağa. Dedim onları bir-bir atım. Günlük də uzun olduğu üçün qalındır. Ağırdır da, yəni tək-tək yatmalıyam. İndi birinci tülü atdım. Dedim o çıxsın, onu asım. Bir-bir növbə ilə hamısını eləyəcəm. Dedim vlog başladım. Sizlərlə bir işlərimizi görək. İncim də hələ yatır. Tezdir hələ. Yəni dedim işimə başlayayım. Dünən də hava yaxşı idi əslində. Ancaq dünənləri biraz iş güc görüb incini həyətə düşürdüm. Bu günləri düşürməmişim. Niyə? Camala başım qarışıb. Camal xəstədir. Dünənki vlogda dedim də deyəsəm ki, nasazlayıb. Ancaq bugün lap şeydi də. Yəni axşamda biraz narahat yatdı. Ona görə elə ona gah mürəbbəli çay verirəm, gah nə bilim ayağını suya qoyuram. Belə də soğan suyu eləmişdim. Dünən ondan verdim. İndi yenə düzəldəcəm. Bəhməz verdim səhər. Belə də qatıb qarışdırıram. Ev üsulu ilə deyirəm uşağı düzəldin. Belə dava dərmana çox şey eləməyək də. Bir dərman vermişəm, parastamol ki, belə başının ağrısı zalı keçsin də. Başı ağrıyırdı. O da oturub indi biraz başının ağrısı keçdi. Dərman içi dərslərini eləyir. Hazırlıqları var. Onları eləyir. İnci də yatır otaqda. Ona görə yavaş danışıram. Keçək mətbəxə. Dediyim kimi qızlar, tülü atmışam, o yuyulsun, çıxsın. Şpilkalarla mən çıxartmıram üstündən. Elə də atıram maşına belə. Bir ikisi çıxıb, onları deyirəm, taxacam yerinə. Bir də hamısını çıxartmıram. Çıxar, təzdən tax. Elə qoy onlar da yuyulur da, qəşək. Əvvəllər çıxardardım. Son illərdir ki, daha çıxartmıram. Mənə nasıl var ki, onları çıxartmağa. Bilmirəm, niyə çıxardırdım özümdə. Qurusun. Bu ilki vaxşı rahat oldum pərdə işindən. Elə maşından çıxdı, astım elə yerinə. Bir də ip eləmədim də. İpin də izi düşür, daha da qırışır. Bir dənə prosta sərf onu elədim ki, qızlar. İndi mən sıxmanı 800-ə qoydum. Dərəcəni də 30-a da. Qonaq otağın pərdəsinin yanında dərəcəni 30-a qoymuşdum. Sıxmanı 800-də qalıb. Niyə elə sərf elədim bilmirəm. Qırışdı oranın pərdəsini. Ütüm də yoxdur. Onu da əlinə ütüləmək olunur. Eyb olmaz bu 1-2 ay qalsın. Aradan atarım maşına. Qoyaram 400-ə. Sıxmanı 400-ə qoyaram. Belə yaş-yaş asaram. Nədir onadır? Orada quruyar. Belə qızlar günümüzə başlayaq. Mağazaya da düşməliyəm. Maşınların da səsindən danışmaq olmur. Yoldan gəlir. Baxın, hava yaxşıdır. O tərəfdə külək yoxdur bizdə. Ancaq bu evin arxası deyək də, yol tərəfdə külək var. İndi bilmirəm, qoy. Camalın da dərsləri var. Həm deyirəm uşaq nasazdır, düşmüyüm. Biraz üstündə durum uşağın da. İsti çayından, zaddan belə verim də. Baxaq görək necə olur. Hazırlıqlara gedə biləcəkmi, bilməyəcəkmi. Deyirəm qoy üstündə durum uşağın. Belə burnu zadı axmır. Camaldan həm də biraz da allergikdir də belə. Biraz soyuq oldu. Sinəsi elə bir tutulur. Burnu sinəsi tutulur. Bir gün olur o da. Bir gün. İndi bugün axşam üstünə rahat olacaq. Dünən çünki başlayıb dünəndən bugünə keçib gedəcək axşama. Sabaha heç bir şey qalmayacaq. Bir gün yarım belə şey olur. Amma boyun zad axsın, qrip olsun, elə şey yoxdur. Prosta bir sinəsi elə bir tutulur. Narahat kimi olur da belə. Amma sonra öskürəyi zadı heç nəyə olmur. Heç nə canlar, görək harada görüşürük. Mağazaya düşməliyəm. Çörəyimiz zadımız yoxdur. Görək İnci oyansa, İncin qucağımda düşürdərəm. Biraz hava da alar qucumda. Mağazaya da gedib gələrik. Çünki çox şey almayacağım. Deyək bir ki, çörək zad alacağım. Günümüzə başlayaq. Görək bugün nə edirik. Düşdük xalaları biz həyətə. Birinci kalaskanı düşürmədim qızlar. Qucaqda getdik. Dedim bir iki şey alacağım da. Ay Allah, qucaqda da necə yorulur. Hələ bir çəkisi yoxdur bunu. Hamadan qucaqda yorulur. Həm də alacağı bilmirsən də. İstəyirsən əlavə nəsə bir şey alasan, marketə girəndə elə olur axı. Bir şey üçün girirsən, 3-4 dənə alıbsan, çıxırsan.
Dedim en yaxşısı gedim Camala dedim koleskanı düşür. Bugün Camal məktəbə getməyib də evdədir. Onun üçün bir dənə şirniyyat aldım. Dedim çayla içsin. Biz də biraz gəzək. Ömər də indi gələcək. Dedim Ömər də qarşılayım burada. Gedim alacaqlarımı da rahat alam. Hava da geçen isti havadır. Güzeldi hava. Ay, yoruldum. Kurtkamı da çıkarttım. Kısa qoldayım çünkü çok istidir. İncini de böyle xotul kimi giyindirmişim. Ama körpədir də. Ay. Burada da qəşəng şpilkalar var idi qızlar paltar asmaq üçün də. Mən o biri markete girmişdim. Burada Zəfərdə bir balaca Zəfər var, bir de böyük. Orada yox idi da yaxşı böyle seçim yani bir iki dənə idi. Burada baxıram ay nə qəşəng belə şpilkalar var, seçim çoxdur. Dedim bir iki şey alım. Təzədən girim markete. Bundan almışım. Bunlar qəşəng olur. Gezdik anabala, geldik eve. İncinin evini dəyişdim. Uzanıb o oynayır uşaqlarla. Qardaşımın oğlu da bizdədir. Uşaqlarla oynayır. Ona elə baxır ki, onlar da rayondaydılar. Çoxdandır görmür. Axı belə o gün də onlara gedəndə belə qəribə baxırdı. Nəvələtdik eləyirdi də. Bizdə belə bir söz var. Nəvələtdik tanımadığı üçün. Bir də bir diqqətlə baxa-baxa qalıb uşağa. Belə qızlar yumurta aldım. 2 dənə bu şpilkalardan aldım. Bunlar çox yaxşı olur. Bərk olur bu şpilkalar. Evdə də varımdı mən bunlardan. 2 dənə də bundan aldım. Bir də almışdım da 2 dənə də. Bunlar yetərlidir. Qırılıb. Həm də ki bir də əlimdən düşür oradan. Unuduruq götürməyə. Da bir də yadımıza düşənə baxırıq ki, yoxdur. Belə salfetka götürdüm. Salfetka bitmişdi. İndirimdəydi bunlar. İkisi bir arada da 1+1. 2 dənə bundan götürdüm. Bir dənə persol, bir də çörək götürdüm. Aldıqlarım bu qədər, çox alaşığım yox idi. Evdə meyvəmiz var. Xiyar pomidor da dünən biraz götürmüşdüm. Turşu yeyirik deyə belə çox xiyar pomidor da yeyilmir. Meyvə də evdə var, ehtiyac yoxdur almağa. Bu qədər. Bunları da qoyum yerinə. Günortaya da yeməyimizi yeyək, içək. Görək axşama nə bişirik. İndi fikirləşək axşama. Uşaqların otağına yığışdırırdım qızlar. Bunu bunlar əlimə keçdi. Dedim sizlər üçün də çəkim göstərim. O qədər belə sevindim ki, biraz əhvalım yox idi. Bu mən əhvalımı yerinə gətirdi də. İnci olmamışdan. Yox, inci olandan sonra. İnci olmuşdu. Bir izləyicim var, Nurlan bacım. Bir dənə də gül balası var, Banuş. Adı Banudur. Mənə demişdi ki, bacımız ki, inşallah İnci anadan olsun. Onun tortunu özüm hazırlayacağım. Xəstəxana çıxış tortunu özüm hazırlayacağım. Mən də İnci olmamışdan artıq biz seçim eləmişdik ki, necə bir tort hazırlayacaq. Əli qolu var olsun, dərd görməsin. O gün olsun balası üçün gözəl şirniyyatlar hazırlasın, onun məclisi üçün, onun xoş günləri üçün. İnci anadan oldu. Dedim ki, bəs İnci olub da. O da tortunu hazırladı. İnci olmamışdan bir gün öncə tortu göndərdi. Tortu göndərəndə İnci üçün də hədiyyə göndərmişdi. Sağ olsun. Don göndərmişdi. Deyəsən paltarları göstərmişdim onda. Donuydu, sonra naskıydı, belə avadokuydu, ləçəydi. O ləçəyi çox şəkillərdə İncidə istifadə eləmişəm də. Belə balacalı əsl İnci üçün idi də. Belə parçadan olan qırmızı belə güllü görmüş olarsınız çox şəkillərdə. Bir də ki, qızı Banuş belə bir şəkil çəkmişdi mənim üçün. Allah, o qədər belə mənə xoş təəssürat bağışladı ki, inanın ki, baxın, Fatimə xala və İnci. Banudan Fatimə xalaya və İnciyə. Bunu mən saxlayacağım. İnci inşallah böyüyər, bunu görər. Yəni çox gözəldir. Ömər baxır, deyir Ayana, görmüş deyə Ömər də bunu. İndi neçə ay sonra yenidən görür də Ömər. Deyir Ayana, deyir, necə gözəldir, necə qəşəng çəkib deyir. Buna baxın, necə maraqlıdır. Ömərlə yaşıddı, Banuş da bir də bunu çəkmişdi. Göndərmişdi.
Şirin şəkər Banuş. Buradan səni öpürəm. Bilirəm ki, ana ilə bərabər baxırsan, çox istəyirsən xalanı. Xala da səni çox istəyirəm. İnşallah sağlıq, salamatçılıq olsun. İnci biraz böyüsün. İnşallah xala səni görəcəm Allahın izni ilə. Görüşərik. Xala səni görərəm Allah qoysa. Sən də bizi görərsən inşallah, inşallah. Sizlərə də belə göstərmək istədim. Mən üçün belə xoş təəssürat bağışladı. Belə sevindim də. İnşallah bunu götürün, bir tərəfə qoyum. Qoymuşdum uşaqların şkafına. Amma buradan götürəcəm, aparıb öz şifonerimizə qoyacağam ki, ən salamatı oradır, ən yaxşısı, etibarlı yer oradır. Ora qoyum, belə gözəl uşaqların şəkillərindən, nə bilim, əl işlərindən mən götürürəm, kənara qoyuram ki, böyüyəndə baxarlar. Bunu da aparıb onların arasına qoyacağım. Banışdan bizim üçün yadigar bir hədiyyədir. Ən gözəl hədiyyədir, inanın, o belə onu çəkib, hazırlayıb, yazıb, ürəyindən gəlib bunu eləyib. Vallahi çox gözəldir. Çox duyğulanmışdım, çox sevinmişdim. Onda da çox təsirlənmişdim mənim üçün. Çünki hələ İnci evdə deyildi. Göndəriləndə səhər gedib İncini götürəcəkdik. Bir gün yarımda, 2 gün kimi İnci bizdən ayrı qaldı axı. Allah o günləri heç bir valideynlərə yaşatmasın. Hələ də İncinin orada xəstəxanada bizdən 2 gün ayrı qalmağını özümə bağışlaya bilmirəm. Çox pis oluram o anlar yadıma düşəndə. Allah hamının evindən körpə səsi versin, heç bir övlad xəstələnməsin, bütün övladlar sağ-salamat dünyaya gəlsin, anası ilə bərabər, anasının qucağında o xəstəxanadan bütün övladlar çıxsın, heç bir övlad ağrımasın, acımasın qızlar. Belə baxdım, çox duyğulandım. Dedim, qoy sizlər üçün də çəkim, göstərim. Qızlar, neçə saatdır ki, mən çəkiliş etmirəm, başım qarışdı. Nəysə, heç çəkiliş etmədim. İndi də uşaqlara yemək hazırlayıram. Axşama daha doğrusu yemək hazırlayıram. Sadəcə xəmirim az idi, unum az idi daha doğrusu. Xəmir az yoğurmuşam. Uşaqlar üçün hazırlayım. Əgər xəmirim az olarsa, görüm də çatmasa, gedib un alacağam. Yəni, yoldaşım gələnə hələ çox var da. Sadəcə mən uşaqlar üçün hazırlayıram. Onlar həm Camal xəstədir, deyirəm qoy uşaq belə turşulu, sarımsaq turşulu bir yemək yesən də. Ərişdə təzələmişdim, xingili də təzələmişdim. Elə ağlıma gəldi ki, ən yaxşısı çoxdan da düşbər hazırlamıram. Artıq mevsimi də açılır düşbərənin. Düşbəri hazırlayım, belə içliyimi hazırlamışam, xəmir də yoğurmuşam, soğança da qoymuşam qızarsın. Bir xeyli qızardıram soğan. Çünki həm 2 dəfə hazırlayacağım da. Hə, bir uşaqlar üçün, bir yoldaşım gələnə. İndi bu çox olacaq uşaqlara. Bu bizim ailə üçün bir dənəsi, bir yarım eləyəndə bəs eləyir. İndi mən bunu belə yarısından belə hazırlayaram. Ya bütöv hazırlayaram, baxaram da necə eləyirəm. Uşaqlar üçün hazırlayam. Sonra da baxaram, az olar, düşərəm, un alaram, eləyərəm. Bir dənəsini hazırladım qızlar. Belə tökdüm potnusa. İndi uşaqlar üçün hazırlayacağım. Qorxdum xəmirim az olar. Unum az idi, qorxa-qorxa xəmiri yoğurdum. Ancaq 4 dənə kündə alındı. İkisindən də elə bəhs elədi. O böyüklükdəki dəmirə, yəni düşbərə kəsənə bəhs elədi. O dəmir deyil, əslində plasmasdır. Yəni ona yetdi də. Mən də bildim az olar da, kündələr balaca gəldi gözümə. Ancaq yetərli oldu. İkisini uşaqlara elədim. Yəni birdən elədim də o üz bu üzdür 2 kündəni. 2 kündə də saxladım axşama. Yoldaşım gələnə. Bu qədər alınır. Belə kameradan böyük görsənirlər. Ancaq əslində böyük deyirlər də. Balaca-balacadır əslində. Belə çıqqılıdır. O böyük dəmir kəsənlər olur. Keçmişin deyək də. Yəni əvvəldən olan o dəmir kəsənlər. Onlar böyükdür. 2 boydadır. Ancaq bunlar qəşəng xırdadır. Suyu da hazırdır. Soğanım da qəşəng qovrulub. Soğanın içərisinə biraz sar kök də əlavə elədim. Mən nanə vurmuram. Özüm sevirəm, ancaq uşaqlar yoldaşım sevmir. Ona görə belə göy-göyərti səpəcək Camal üstünə. Ancaq Ömər elə sevmir. Qıraqda qoyuram göy-göyərtini. İnci işte burada oynayır. Neyinirsən? Neyinirsən? Birinci qardaşımın oğluna belə qəribə baxırdı. İndi Azadla qəşəng oynayır. Ona bax, deyir məni oynar. Ancaq deyir məni oynadı. Ancaq deyir məni oynadı. Hə. Necə daha yoruldu. Hə. Daha deyir ki, ana bəsdir də qoydum da sən işimi görməyə. Gəl də, gəl. Hava da qızlar belə soğudu. Baxın necə külək qalxdı. Mən də ağlar atmışdım da, ağlar atmışdım. Səhər pərdə işindən qutardım, elə düşdüm həyətə. Dedim qalmasın da, bir də çıxdıqca qırışırıq, onları sərim. Onları astım elədim. Elə düşdüm həyətə. Gələndən sonra ağları atdım maşına. Rəngləri atmaq istəyirdim. Dedim də eyb olmazsa yığılsın, sabah ataram. Həftə sonu ataram onları.
Təzə yuyulub da rəngli. Yenə də çimilir, çıxır, paltarda da qutarmır paltar işi vallah. Ağlar gec-gec yuyulur, ancaq rəngli yoxdur. Anəsinin qızı, anəsinin aşkı. Tüm uşaqlar üçün hazırlayayım, onlar yesinlər. Dün günortaya da yeməyim yaxşı olmadı. Biraz şokolad çörək də yedi uşaqlar. Axşamüstü. İndi gətirim onlar üçün eləyim, hazırlayayım. Düzdür, Ömər bilirəm elə sevməyəcək, deyəcək mənə belə ət girsi kimi süzdə, susuz elə. Ancaq qoymayacağım, deyəcəm qoy o da içsin. Jamaldan ona da keçə bilər də, qoy qabağını alsın, sarımsaqlı, turşulu, qəşəng suyuna içsin. O sevmir də, sulu yeməkləri sevmir Ömər.